Xəbər verdiyimiz kimi, iyunun 27-si Rusiyanın Yekaterinburg şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Azərbaycanlıların yaşadığı ondan çox mənzildə əməliyyat həyata keçirib. Nəticədə əslən Ağdamdan olan Səfərovlar ailəsinin bir çox üzvü tutulub. Əməliyyat zamanı iki qardaş Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb. Ötən gün isə saxlanılan azərbaycanlıların məhkəmə prosesi keçirilib. Baş verən hadisələrlə bağlı İTV Xəbərin Rusiya üzrə xüsusi müxbiri Fərid Əkbərov Yekaterinburg şəhərinə ezam olunub və daha ətraflı məlumatı da o bizə təqdim edəcək. Salam Fərid, hər vaxtınız xeyir olsun. Buyurun, hadisə ilə bağlı ən son xəbərləri sizdən eşidək. Murad, hər vaxtınız xeyirli olsun. Bəli, bugün bildiyiniz kimi iyunun 27-sində Yekaterinburgda Rusiya hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində vəhşicəsinə döyülərək öldürülən Azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının cənazələrinin təhvil verilməsi prosesi başlayır. Biz hazırda İTV Xəbər olaraq Hüseynov, Səfərov qardaşlarının cənazələrinin yerləşdiyi morqdayıq. Bura Yekaterinburg şəhərinin məhkəmə tibbi ekspertiza bürosudur və Səfərov qardaşlarının cənazələri buradadır və bugün onların təhvil verilməsi prosesinə başlanılacaq və bu proseslə Azərbaycanın Yekaterinburgdakı baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev məşğul olur. Hal-hazırda konsul vəzifəsini icra edən Şöhrət Mustafayev və Azərbaycanın Yekaterinburgdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və konsulluğun digər əməkdaşları hal-hazırda məhkəmə tibbi ekspertizasının binasındadılar, morqdadılar və Azərbaycanlı qardaşların, Səfərov qardaşlarının cənazələrinin təhvil alınması prosesi ilə məşğuldular. Hələlik Rusiya, yəni Yekaterinburg tərəfi, belə deyək, ekspertizanın, Rusiya hüquq mühafizə orqanları, Yekaterinburgun hüquq mühafizə orqanları ekspertizanın nəticələrini açıqlamayıb. Amma deyilir ki, bugün cənazələr təhvil veriləcək və cənazələrin Azərbaycana yola salınması da bugün planlaşdırılır. Belə ki, Yekaterinburgdan birbaşa olaraq Yekaterinburg-Bakı aviareysi ilə bugün axşam saatlarında cənazələrin Azərbaycana yola salınması həyata keçiriləcək, planlaşdırılır. Belə deyək, mən son dünən baş verən məhkəmə prosesi barədə də danışmaq istəyirəm. Belə ki, bildiyiniz kimi saxlanılan azərbaycanlılar var və onlar dünən məhkəmə qarşısına çıxarılmışdılar və məhkəmə Yekaterinburgun Leninski rayon məhkəməsi onlar barəsində həbs qəti imkan tədbirlərinin seçilməsinə baxdı və 6 nəfərdən 3-ü Məzahir, Akif və Ayaz Səfərov qardaşları 22 günlük həbs qəti imkan tədbiri seçildi onlar barəsində. Digər 3 nəfər Bakir Səfərov və Əziz Abbasov və digər Azərbaycanlı barəsində isə 3 günlük, 72 saatlıq həbs qəti imkan tədbiri seçildi. Onların 3 gündən sonra onlar barəsində yenidən həbs qəti imkan tədbirinin uzadılması məsələsinə baxılacaq. Hələlik son məlumatlar bundan ibarətdir. Rusiya İstintaq Komitəsi insidentdən bir gün sonra qısa məlumat yayıb baş vermiş hadisə ilə bağlı. O da həmin cinayətkar etnik Azərbaycanlardan ibarət cinayətkar qrupun zərərsizləşdirildiyini açıqlayıb və həmin Azərbaycanlıların konkret hansı cinayətlərdə ittiham olunduğunu açıqlamasa da Rusiya İstintaq Komitəsi bu cinayətlərin 2001, 2010 və 2011-ci illərdə törədildiyi və Azərbaycanlıların həmin cinayətdə ittiham olunduğunu açıqlayıb. Dünənki məhkəmə prosesi isə qapalı olub. Həmin prosesdə Azərbaycanlıların konkret olaraq nədə ittiham olunduğu açıqlanmayıb. Bir də o da məlumdur ki, Azərbaycanlı Səfərov qardaşları və digər saxlananlar, onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 ikinci maddəsi ilə qrup şəklində bir və daha çox, iki və daha çox şəxsi öldürməyə cəhd və sifarişli qətl maddələri ilə ittiham olunurlar. Hələlik ən son məlumatlar bunlardan ibarətdir. Bir də xatırladım ki, bugün Azərbaycanlı, yəni bu vəhşicəsinə həyata keçirilən əməliyyat nəticəsində həyatını itirən Azərbaycanlıların
cənazələrinin təhvili və daha sonra Azərbaycana göndərilməsi prosesi İTV Xəbərin diqqət mərkəzindədir və bu prosesi biz işıqlandıracağıq. Hələlik son məlumatlar bu qədər. Təşəkkürlər Fərid, ətraflı məlumatlar üçün minnətdarıq.